إذا كنت تريد أن تكون على مذهب السلف تعلم مذهب السلف. Ona görə insan çətin vəziyyətdə belə nə etməlidir? Yalandan uzaq olmalıdır. Doğru danışmalıdır. Və inşallah ki Allah Taala da onu doğru danışdığına görə onu pis vəziyyətdən çıxardar, onun mükafatını verər. Necə ki Kəb ibn Məlikin Allah Taala pis vəziyyətdən çıxardı və onun mükafatını verdi. Kəb ibn Məlik məşhur sahabələrdəndir. Peyğəmbər sallallahu aleyhi və səlləm Təbuk döyüşünə hazırlaşır və elan eləyir ki sahabələrə siz də hazırlaşın. Sahabələr hazırlaşırlar. Kəb ibn Məlik də cavan oğlan olur, güclü olur. Güclü sahabələrdən olur. Deyir, mən onsuz da güclüyəm, hər şeyim var, hazırlaşaram. Sahabələr hazırlaşır, Kəb ibn Məlik hazırlaşmır. Yəni səhlənkarlıq eləyir. Qafilə yola çıxır. Peyğəmbər sallallahu aleyhi və səlləm döyüşçülərlə yola çıxır. Kəb ibn Məlikdir, eybi yox, qoy çıxsınlar. Gəlib onlara çataram, mənim atım var, miniyim var, sürətlidir, gəlib çatacam. Onlar yorula istirahat elə gəlirlər, mən istirahat eləməyəcəm, birbaşa geyəcəm. Belə səhlənkarlıq elə və o vaxt ayılır ki, artıq getsə də çata bilməyəcək. Döyüşü buraxıb. Peyğəmbər sallallahu aleyhi və səlləm də Tabuka qədər Kəb ibn Məlik barədə soruşmar. Tabukda axşam oturduqda, yetişəndə, axşam oturduqda buyurur ki, Kəb ibn Məlik niyə bizi ilə gəlmədi? Sahabələrdən bir nəfər xəta eləyir və orada Kəb ibn Məliki biraz pisləmək istəyir. Elə pisləmək istəyəndə Muaz ibn Cəbəl radiyallahu anh dözmür. Onu susturur. Deyir, ya Rasulullah, vallahi biz Kəb ibn Məlikdən xeyirdən başqa bir şey görməmişik. Peyğəmbər s.ə.v dedi ki, yəni Mədinədə hala baxarıq, vəziyyətə baxarıq. Fikir verirsiniz, birinci raviyə fikir verin ki, xəta eləyən sahabənin adını bizə bildirmədi. Kim idi o deyən, yəni Kəb ibn Məlik barədə xətalı söz deyən? Bilmirik. Sahabədir, xəta eləyib, insandır. Bütün Adəm övladı xəta eləyəndir. Sahabə də xəta eləyir. Amma Kəb ibn Muaz ibn Cəbələ fikir verin, qardaşının haqsız yerə haqqının taftalanmağına dözmədi. Həmən müdaxilə eləyib, haqqı dedi. Müsəlman belə olmalıdır. Qardaşın haqqı taftalanırsa müsəlman susmamalıdır. Müsəlman qardaşını müdafiə eləməlidir. Kəb ibn Məlik də Mədinədə deyir ki, vallahi deyir, Mədinənin küçələrində gəzməkdən utanırdım. Çünki münafiqlər qalmışdı küçədə. Qadınlar, uşaqlar, bir də qocalar, hansı ki döyüşə gedə bilməyənlər qalmışdı. Bir mən idim deyir. Utanırdım gəzməyə. Döyüş bitir. Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələri ilə geri qayıdır Mədinəyə. Və adəti üzrə gəlir məscidində həmişə namaz qılırdı, sonra hal-ahval tutub evinə gedirdi. Gəlir məscidinə, Peyğəmbər sallallahu aleyhi və səlləm məscidinə 2 rükət namaz qılandan sonra üzünü cəmaata tərəf çöndərir. Hal-ahval tutur Mədinə əhlindən. Bu vaxtı münafiqlər bir-bir gəlməyə başlayırlar. Və gəlirlər Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına buyururlar ki, ya Rasulullah, yəni filan kəsim xəstə idi deyini, mən döyüşə gedəmədim, atam xəstə idi deyini, döyüşə gedəmədim, ona baxırdım. Allaha dua ilə Allah Taala mənə bağışlasın. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Allahım o bağışla. Çıxıb gedirdi. Münafiq çıxıb gedirdi. Və hərəsi gəlirdi, bir bəhanə gətirirdilər. Kəb ibn Məlik yaxınlaşanda buyurdu ki, mən deyir Peyğəmbər sallallahu əleyhi və səlləm sifətində o hissi görürdüm. Çünki bu sahabə idi. Kəb ibn Məlik deyir ki, mənim doğrudan da yüksək danışıq qabiliyyətim var idi. Peyğəmbər sallallahu əleyhi və səlləm nə buyurur? İnnə minəl bəyan ilə sihra. Həqiqətən də danışıqda sehir var. Yəni o mənada yox ki sehir. Yəni insanı ələ ala biləcək danışıqlar var. Elə insanlar var ki, natiqdir. Kəb ibn Məlik də onlardan olur.
Deyir, mən deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmə yalan danışıb, onun duasını ala bilərdim. Amma mən bilirdim ki, aləmlərin Rəbbini aldada bilmərəm. İstəsə ona xəbər verər. Və Peyğəmbər sallallahu aleyhi və səlləmə yaxınlaşırdım. Peyğəmbər sallallahu aleyhi və səlləmin üzündəki hirsi görürdüm. Dedi, otur ey Kəb. Oturdum. Mənə buyurdu ki, ey Kəb, sən axı pis gündə də, yaxşı gündə də İslamı yaşadacağına beyət eləmədinmi? Söz vermədinmi? Dedim, bəli ya Rasulullah. Dedi, bəs niyə döyüşə getmədin? Buyurur ki, vallahi ya Rasulullah, mən bu məqamda sənə yalan danışmayacağam. Mənim həmin günü heç vaxt olmadığım, sahibi olmadığım miniyim var idi. Qılıncım var idi. Qalxanım. Yəni, əvvəlkindən daha yaxşı haldaydım. Yəni, bəhanə yox idi da ki, filan şeyim yox idi və s. Ancaq deyir, mən döyüşə səbəbsiz yerə getmədim. Düzünü deyir. Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələr deyir, düzün dedi. Deyir, qalx, get, Allahın əmri sənə gələnə qədər gözlə. Kəb ibn Məlik gedir. Ondan sonra 2 dənə də sahabə, onlar da düzünü deyir ki, biz döyüşə səbəbsiz yerə getmədik. Ancaq onlar yaşlı sahabələrdir. Yeganə sahabə Kəb ibn Məlik olur ki, cavan və döyüşü səbəbsiz yerə tərk edir. Gedir. Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrə əmr edir ki, bu 3 şəxslə danışmayın. Heç kəs onları dindirmir. Kəb ibn Məlik buyurur ki, mən girirdim məscidə, gördüm ki, hiss edirdim ki, Peyğəmbər sallallahu aleyhi və səlləm mənə baxır. Qaldırıb üzümü ona tərəf baxdıqda Peyğəmbər sallallahu tez gözlərini məndən çəkirdi. Allah Taala Quran-ı Kərimdə onların bu vəziyyətlərini vəsf edərək buyurur ki, وَدَاقَتْ عَلَيْهِمُ الْأَرْضِ Onlara geniş yer nədir? Dar gəlirdi. O qədər ürəkləri sıxılırdı. Peyğəmbər, ətrafında sahabələr bunları danışdırmır. Hətta o qədər sıxılır ki, bir gün gedir Əbu Darda, yəni çox yaxın olduğu Əbu Darda radiyallahu anhunun qapısını döyür. Yəni darvazasının qapısını döyür. Əbu Darda radiyallahu anh buyurur ki, kimdir? Deyir, mənəm Kəb. Deyir, hiss elədim ki, üzünü çöndərib gedir. Hasardan atlandım. Arxadan gəlib onu sirkələdim. Buyurdum ki, ey Əbu Darda, sən bəyən bilmirsən ki, mən Allah və Rasulunu sevirəm. Yəni, mən münafiqlər kimi deyiləm. Allah və Rasulunu həqiqətən sevirəm. İndi xəta da eləmişəm. Əbu Darda radiyallahu anh buyurur ki, Allah aləm. Allah bilir. Və üzünü çöndərib gedir. Deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrindən eşitdiyim söz bu oldu. Allah aləm. Deyir, o 2 nəfər yaşlıydılar deyinə, deyir, otururdular evlərində, ağlayırdılar. Ancaq mən cavan olduğuma görə deyir, qarışırdım. Müsəlmanların içindəydim. Gəzirdim, bazarda gəzirdim. Və bazarda gəzdikdə gördüm ki, yad adamlar gəlib, məni cəmaat da məni göstərir və onlar da mənə yaxınlaşdılar. Mənə yaxınlaşdılar və Qassan, bildim ki, özlərini təqdim elədilər ki, Qassan hökümdarının adamlarıdır. Qassan hökümdarı göndərib və mənə məktub verdilər. Məktubda yazılmışdı ki, görürük ki, sən Peyğəmbər dediyin, rəhbərin, dediyin adam səni tərk edib, danışdırmır. Gəl bizim yanımıza, gəl mənim yanıma saraya. Mənim ən sadiq adamlarımdan olacaqsan, sənə vəzifə verəcəm. Kəb ibn Məlik deyir ki, bu mənim üçün daha bir imtihan idi.
və deyir, məktubu təndirə atıb yandırdım deyir. Onlara da etiraz elədim. 40-cı günün tamamında Peyğəmbər sallallahu 30-cu günün tamamında 40-cı günün tamamında Peyğəmbər sallallahu aleyhi və səlləm elçi göndərdi ki, yoldaşından uzaq dur. Gör Kəb ibn Məlik nə deyir? Deyə bilər ki, bu mövzuya nə dəxli var? Söhbət məndən gör nə deyir? Deyir, necə itaat edir? Deyir, boşayım mı? Sahabə dedi, yox, atasının evinə göndərdir, baş üstə. Yoldaşına dedi, ged atanın evinə. Fikir verin, necə sadiq idilər. 50-ci günün Kəb ibn Məlik buyuruyor ki, tamamında 50-ci günün tamamında sübh namazından sonra bir nəfər atının mənə tərəf gəldiyini gördüm. Ancaq bir nəfərin də qışqırtısını eşitdim ki, ey Kəb, səni müjdəliyirəm, sənin haqqında xoş xəbər gəldi. O səs atdan daha tez çatır axı. O vaxtda balaca deyir. Və deyir, mən də sevindim, evimin damından düşdüm. Əynimdəki paltarı həmin o müjdəçiyə gedib verdim. Yeni bir paltar götürüb məscidə getdim. Burada bir məqama fikir verin. Deyir, məscidə girdim. Məscidə girdim və sahabələrin içindən bir dənə sahabə ona bir dənə yaxşılıq eləyir. Həmin o sahabə fikir verin, nə ona pul verir, nə vəzifə verir, heç nə. Gör onun yaxşılığına var. Adi bir şey eləyir. Amma Kəb ibn deyir ki, vallahi mən onun elədiyini heç vaxt unutmaram ölənə qədər. Onun mənə elədiyi yaxşılığı heç vaxt unutmaram. Bütün sahabələr otururlar. Talha ibn Ubeydullah qalxır, onu qucaqlayır. Talha ibn Ubeydullah qalxır, onu qucaqlayır və deyir, səni müjdəliyirəm. Bir dənə qalxır, onu qucaqlayır. Gör, subhanallah, yaxşılıq eləmək üçün şərt deyil sənin malın olsun, şərt deyil vəzifən olsun. Ya, gör, adi sahabənin elədiyi yaxşılığa baxın. Deyir, vallahi mən onu heç vaxt unutmaram. Qalxır, onu qucaqlayır. Və ondan sonra gəlir Peyğəmbər sallallahu aleyhi və səlləmin qabağında oturur. Qabağında oturur. Peyğəmbər sallallahu aleyhi və səlləm qayıdır ona deyir ki, ey Kəb, səni müjdəliyirəm. Anadan olduğun gündən indiki günə qədər sənin həyatında ən xoşbəxt gündür. Deyir, Allah Taala sənin bütün günahlarını bağışladı. Fikir verin, çətinliyə düşür. Yalan danışmır, doğru olur. Onun mükafatını elə bu dünyada alır insan. Allah Taala onun bütün günahlarını bağışlayır. Quran-ı Kərimdə qiyamətə qədər möminlərin, müsəlmanların, qeyri-müsəlmanların oxuyacağı ayələr nazil indirir. Və biz o ayələri oxuduqda hər dəfə o yadımıza düşür. Allah Taala görün o necə mükafatlı. Nəyə görə? Doğru danışdığına görə. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, anadan olduğun gündən indiki günə qədər sənin həyatında ən sevimli gündür. Allah Taala sənin bütün günahlarını bağışladı. Kəb ibn Məlik də deyir ki, sevincindən. Bu Allahdandır, deyir, bəli. Allah Taala ayə nazil indirir. Başda oxuduğumuz ayə. Ya eyyuhellezine amanu, ey iman gətirənlər, Allahdan qorxun, ittaqullah və kunu ma'as-sadiqin. Doğru danışanlarla bir yerdə olun. İman əhlinə nə buyurur? Onlarla bir yerdə olun, doğru danışanlarla bir yerdə olun. Ancaq o münafiqlər ki, gəlmişdilər, o və başqa münafiqlər, başqa Peyğəmbər sallallahu aleyhi və səlləmdən bağışlanma diləyirdilər.
Onlar haqqında nə nazil olur? Allah Teala buyurur ki, İstəğfir ləhum, əv lə təstəğfir ləhum. Onlar üçün istiğfar dilə. İstəyirsən onlar üçün istiğfar diləmə. İn təstəğfir ləhum 70 marra. İstəyirsən onlar üçün 70 dəfə istiğfar dilə. Fələn yəğfirullah ləhum. Allah Teala yenə də onları bağışlamayacaq. Fikir verirsiniz. Ancaq sahabə heç Peyğəmbər sallallahu aleyhi ve sellem ona istiğfar diləmədi. Əksinə imtihana çəkildi. Səbr elədi. Allah Teala onun mükafatını artıqlaması ilə verdi. Həm bu dünyada, həm axirətdə. Ona görə də bizim dinimiz budur. Doğruluq dinidir. Allah Teala nə buyurur? Ulaikə ləzine en'amallahu aleyhim minən nəbiyyin. Cənnətə şeyi çağır, cənnət. Minən nəbiyyin. Peyğəmbərlər. Ondan sonra nədir? Və-siddiqinə və-şühədəy və-salihin. İkinci yerdə kimi sayır? Sadiqləri, siddiqləri. Birinci yerdə peyğəmbərlər, ikinci yerdə sadiqlər, şəhidlər. Sonra gəlir. Sonra salihlər. Və ayənin axırında deyir ki, onlar necə də gözəl dostlar. Amma birinci peyğəmbərlərdən sonra kim gəlir? Sadiqlər. Ona görə də biz müsəlmanlardan tələb olunur. Boynumuzda vacibdir. Həm Allahın rızasını qazanmaq üçün, həm dinimizi düzgün yaşamaq üçün, həm insanlara dini düzgün göstərmək üçün mömindən tələb olunur. Tələb olunur ki, düz danışsın, əməllərində düzgün olsun. Və Allah Teala'dan da istəyirəm ki, bizi o münafiqlərin sifətləri ki var, başında yalan danışmaq durur, o sifətlərdən bizi uzaq eləsin. O sifətlər ki, möminlərə xasdır, bizdən tələb olunur və başında düzgünlük durur. Allah Teala da bizi onlardan eləsin. Və sallallahu nəbiyyinə Muhammedin və alə alihi və səhbihi ecmain.